İnvestisiya məqsədli torpaqlar, bunlar müsabiqə yolu ilədir və orada minimum 20 hektar və daha yuxarı investisiya layihəsi olanlar qoşula bilirlər. Qeyd edim ki, artıq 3-cü investisiya müsabiqəsi elan olunubdur. Kənd Təsərrüfatı Nazirliyinin sosial şəbəkələrində, internet səhifəsində fermerlərimiz, sahibkarlarımız bu haqda məlumat ala bilərlər. Digər istiqamət isə geriyə qayıdan əhaliyə öz kəndinin ətrafında, kəndinə yaxın olan əkin ərazilərinin təhkim olunmasıdır. Burada bizim birinci gördüyümüz iş həmin torpaqların əkinə hazır vəziyyətə gətirilməsidir. Oradakı tələbimiz minimum 5 hektardır və 5 hektarın altında torpaq icarəyə vermirik. Bunun ana səbəbi fermer üçün məhsuldarlığın və fermer üçün gəlirliyin təmin oluna bilməsidir. Biz bunu digər Azərbaycan bölgələrindən çıxartdığımız bir dərsdir bizim üçün. Bu nöqteyi nəzərdən hal-hazırda artıq 8 kənddə torpaqlar parseləndirilib, hazır vəziyyətə gətirilibdir və oraya köçmüş əhali üçün icarə müqavilələri bağlanıb və təhkim olunub. Bəzən olur ki, kənd ətrafı torpaqlar 5 hektarlara böləndə alınan təsərrüfat sayı müraciət edən sayından daha az olur. O zaman biz fermerləri kooperativlərdə birləşməyi təşviq edirik. Qeyd edim ki, azad olunmuş ərazilərdə bu 8 kənddən artıq 19 kooperativ yaranıbdır və 20-dən çox ailə kəndli təsərrüfat formalaşmışdır və kooperativ şəkildə fəaliyyət göstərəndə həmin təsərrüfatlar həm bir neçə ailə birləşmiş olur, həm də daha effektiv, daha uğurlu fəaliyyət göstərə bilirlər.